Deməli, soruşurlar ki, bu yaxınlarda bir hadisə baş verib, bir nəfər ölkəmizdə öz həyat yoldaşını xəyanətə görə cəzalandırmağa qərar verib, onu qətl eləyib, sonra isə öz həyatına qıyıb, özünü öldürüb və ümumiyyətlə soruşurlar ki, bu kimi hallar İslamda icazəlidirmi? Yəni, kimsə öz həyat yoldaşını, Allah qorusun, öz yaxınını xəyanət edərkən tutarsa və yaxud xəyanətlə üzləşərsə, o özü onu cəzalandırmalıdırmı? Ümumiyyətlə, İslam tələb eləyirmi ki, İslam dini müsəlmanlardan tələb eləyirmi ki, yəni cəzalandırmalı birbaşa özləri eləsinlər, bunu rəsmi orqanlara yox, özləri birbaşa yerinə yetirsinlər? Yoxsa bu mentalitetlə əlaqəlidir, yoxsa bu ölkəmizdə formalaşmış xüsusi bir namus anlayışınla mı əlaqəlidir, yoxsa ümumiyyətlə din tələb edir ki, elə özünü cəzalandırasan? Yəni, belə bir sual verilir bu mənada. Bismillah, elhamdülillah, və salatu və selamu ala Rasulillah, əmmə ba'd. Biz bu suala ateistlərin məşhur şübhələrinə cavablar ensiklopediyamızın 3-cü cildinin elə ilk şübhəsi olaraq buna cavab vermişik. Lakin şübhənin cavabı təxminən 6-cı səhifədən 7-ci səhifənin sonuna kimidir. Bu haqda danışmışıq. Və ensiklopediyada bu haqda verdiyimiz cavabı dinləyicilərə və izləyicilərə çatdırmaq istəyirəm. Təbii ki, bu qısa olaraq cavabı oxumazdan öncə qısa olaraq deyim ki, İslam dini belə bir tələb qoymur. İnsan qarşısına belə bir tələb qoymur ki, sənin və ya kiminsə bir həyat yoldaşı, Allah qorusun tüm müsəlmanları belə bir müsibətdən, əgər xəyanət baş verərsə və həyat yoldaşı və ya hansısa bir yaxını, fərqi yoxdur, həyat yoldaşı da ola bilər, kiminsə qardaşı ola bilər, kiminsə atası ola bilər, Allah qorusun tüm müsəlmanları belə bir müsibətdən qorusun. Belə bir hal baş verərsə, onun yaxını onu cəzalandıra bilərmi? Xeyr. Yəni, bu onun səlahiyyəti deyil. Yəni, qətl etmək ümumiyyətlə İslam ölkəsində və ümumiyyətlə İslam şəriətində qətl etmək səlahiyyəti verilmir. Ondan şahid tələb olunur. Şahidin tələb olması haqqında biz indi yazını oxuyacaq, cavabımızı oxuyacaq. Xülasə odur ki, yəni cəzalandırmaq həll yolu deyil. Onda hər xəyanətdə müsəlmanlar qətl törətsələr, məlum olduğu kimi, yəni şəriətin tətbiq olunmadığı yerlərdə bu müsəlmanlar üçün çox böyük problemlərə səbəb olur. Ona görə də gəlin cavabımızı oxuyaq və cavab daha aydın olsun. Və hətta aydın olsun ki, şəriətin tələb etmədiyi bir şeyi şəriət olaraq göstərmək doğru deyil və mentalitetə əsaslanaraq yaranmış hansısa fikirlər şəriət olaraq da təqdim olunmalı deyil və bu iki məsələ şəriət və mentalitet arasında qalmış adamlara doğru yol seçimi necə olmalıdır? Gəlin, oxuyaq. Və billahi tevfiq. Cavabda ateistlərin məşhur şübhələrinə cavablar ensiklopediyasının 3-cü cildində səhifə 6-dan 7-yə kimi bu yazını yazmışıq. Bismillah. Öz həyat yoldaşının zina etdiyini iddia eləyən şəxsin bu hadisəni isbat etməsi üçün qoyulan şahidlik məsələsinin hikmətlərindən biri də odur ki, insan psixoloji olaraq, yəni insanın bəzi savadsız şəxslərin emosiyalarına qapılıb həyat yoldaşını öldürməsi əvəzinə bunu qaziyə həvalə eləyir. Cəzanı isbat edə bilərsə və ya edə bilməzsə də qadını boşayır. Çünki cəza isbat olunsa, qadını şəriət məhkəməsi ölümə məhkum eləyəcək. İsbat olunmasa, o özü qadını boşayacaq və bu utancdan qurtulmuş olacaq. Yoxsa iki seçim qarşısında qalacaq. Ya o qadını yerindəcə öldürməklə şəriətin məhkəməyə həvalə etdiyi cəzanı özü verib problemlə üzləşəcək, ya da şahid gətirib bunu isbat eləməyə çalışacaq, bu zaman da şiddətli utanc yaşanacaq. Ya da o qadının qətlinə səbəb olmadan onu boşayacaq, onu tərk eləyəcəkdir. Xüsusən də İslam şəriətinə əməl edilməyən ölkələrdə öz həyat yoldaşının bu hərəkətinə qarşı yerindəcə qətl ilə, yəni adam öldürməklə cavab verən şəxslər illərlə həbsxanada yatırlar. Digər bir halda isə zinaya şahid olan şəxsin də bəzən üzləşdiyi müqavimət və ya özünün cinayətə məruz qalması halının da aradan qaldırılması bu İslami hökmə əməl etməklə hasil olur. Bəzi real hadisələrdə görülüb ki, bir kişi öz həyat yoldaşını onun dırnaq arasında gizli sevgilisi ilə bir yerdə tutsa da, xəyanət edən qadın və onun tərəf müqabili əməllərini gizlətmək, ört-basdır etmək üçün qadının ərinə qarşı cinayət törədə bilirlər.
İslamın hökmünə tabe olan şəxs istənilən halda bu çətin durumdan üzü ağ, zərərsiz çıxa bilir. Göründüyü kimi, İslamın bu adil hökmü bu çətin sınaqla üz-üzə gələn şəxsi psixoloji olaraq cəzanı özü tətbiq eləyib qətl hadisəsi törətməsindən uzaqlaşdırır, onu psixoloji olaraq zinanın isbatı haqqında daha yaxşı düşünməyə, emosional qərar verməməyə vadar edir. Məhz bu zaman o keçirdiyi sarsıntının səbəbi ilə qətlə əl atmır. Onu İslam ölkəsindədirsə, şəriətin məhkəməsinə həvalə eləyir, İslam ölkəsində deyilsə də başqa hüquqi yollarla hadisəyə münasibətini ortaya qoyur. Bu hadisənin necə çətin bir sınaq olmasını İslam şəriəti hərtərəfli bir şəkildə nəzərə alaraq bəşər övladının müxtəlif halları üçün ən uyğun hökmü vermişdir. Uca Allah Quran-ı Kərimdə buyurur, məgər o öz yaratdığının halını daha yaxşı bilmirmi? Əl-Mülk surəsi 14-cü ayə. Ələ ya'ləmu mən xaləqə və huvəl-latiful xabir. Allahdan istəyirəm ki, bizləri eşidib sözlərin haqq olanına tabi olanlardan etsin. Hədə və sallallahu alə nəbiyyina Muhammed və alə əlihi və sahbihi əcməin.